Bu videoda sizə Pifagor teoremini sadə dillə izah edəcəm. Hər birimiz məktəbdən bilirik ki, düzbucaqlı üçbucağın katetlərinin cəmi hipotenuzun kvadratına bərabərdir. Biraz qəliz cümlədir, amma gəlin bunu sadələşdirim. İlk öncə gəlin sizi B kateti ilə və A kateti ilə tanış edim. Bunlar katetdir. Bu isə, yəni C tərəfi hipotenuzadır. Əgər biz təsəvvür etsək ki, A 3 cm-dir, B 4 cm-dir. Biz C hissəsini, C tərəfini rahatlıqla Pifagorun formuluyla tapa bilərik. Bu formul necədir? Gəlin göstərim. A kvadrat üstəgəl B kvadrat bərabərdir C kvadrat. 3-ün kvadratı edir 9 üstəgəl 4 kvadrat. Yəni 16 bərabərdir 25. 25-i də biz kök altından çıxaranda bu da bərabərdir 5-ə. Amma bizə bu formul həyatda harda lazım olacaq? Gəlin bunu da sizə izah edeyim. İlk öncə bu formul tikinti və memarlıqda ən çox istifadə olunan formuldur. Bir evin damını quranda düz bucaqlı, üç bucaqlar istifadə olunur. Misal üçün damın hündürlüyünü və yamacı uzunluğunu hesablamaq üçün Pifagor düsturu istifadə olunur. İkinci istifadə sahəsi naviqasiya və xəritə çəkmədir. GPS sistemləri iki nöqtə arasında məsafəni hesablamaq üçün məhz Pifagor teoremindən istifadə edir. Üçüncü və ən maraqlı sahə avia mühəndislik və dron uçuşlarıdır. Dronlar və təyyarələr iki fərqli nöqtə arasında ən qısa uçuş trayektoriyasını hesablamaq üçün məhz bu Pifagor düsturundan istifadə edirlər. İndi sən də bu Pifagor teoreminin real həyatda harda istifadə edəcəyimizi bilirsən. Bəs bundan başqa səncə bu Pifagor teoremini harda istifadə etmək mümkündür? Öz fikirlərini şərhdə bizimlə bölüş.